1992-ci ildən fəaliyyət göstərən Canlı Tarix nöqtəsi Azərbaycan Hərb Tarixi Muzeyindəyik. Bura ordumuzun təkcə dünənini deyil, həm də zəfərə gedən yolunu sənədləşdirən bir xəzinədir. Açıq səma altındakı ağır hərbi texnika sərgisi həm 1-ci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin yaddaşını özündə saxlayır. Burada qorunan hər bir eksponat, hər bir zirehli maşın hərb tariximizdəki müstəsna rolunun sübutudur. Bu məkana addım atan hər kəs sanki zaman maşını ilə şanlı bir hərb səyahətinə çıxır. Şəfaət Meytev küçəsinin bu strateji nöqtəsində yerləşən Azərbaycan Hərb Tarixi Muzeyi həm daxili zalları, həm də geniş açıq hava ekspozisiyası ilə hər kəsin marağına səbəb olacaq eksponatlarla zəngindir. Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 1992-ci il Müstəqil Dövlətlər Birliyinin 6-cı Ordu Qarnizonunun döyüş şöhrəti muzeyinin təhvil alınması haqqında 418 nömrəli əmrinə əsasən 10 dekabr 1992-ci ildə təşkil olunub. Muzey təşkil olunarkən Azərbaycan hərb tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 13 minə yaxındır. 2004-cü ildə yaradılan açıq səma altındakı meydançada ordumuzun arsenalında olan 130-a yaxın hərbi texnika nümayiş etdirilir. Burada qüdrətli tanklar, düşmənə göz açdırmayan piyada döyüş maşınları və sarsılmaz artilleriya qurğuları ilə yanaşı, səmaları qoruyan qırıcı təyyarələr, sahil müdafiəsi və ya gəmilərdən dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulan gəmi əleyhinə qanadlı raketlər də öz yerini alıb. Sərgini gəzərkən dənizçilik tariximizin dərin köklərindən xəbər verən ən sirli səhifələri ilə də qarşılaşırıq. Bayıl sahillərində Xəzərin suları altından aşkar edilən 17-ci, 18-ci əsrlərə aid qədim gəmi topları bərpa olunaraq bura gətirilib. Bu nadir tapıntılar əsrlər əvvəlki dəniz döyüşlərinin sükutla danışan şahidləridir. Açıq səma altında ekspozisiya hərb tariximizi əyani şəkildə əks etdirmək üçün yaradılmışdır və burada bizdə bütün texnikalar, eksponatlar hər biri əslidir. Zamanında, vaxtında öz sözünü demiş texnikalarda döyüş meydanında. Nümayiş olunan eksponatlar sırasında 5 tank, 2 ədəd piyada döyüş maşını, 5 ədəd zirehli transportyorlar, 2 ədəd kəşfiyyat dozor maşını, eləcə də hava hücumundan müdafiə qoşunlarına aid olan S-125 tipli və S-75, eləcə də raket stand tipli zenit raket kompleksləri nümayiş olunur. 10 ədəd təyyarə və helikopterlər nümayiş olunur və bizim hərbi dəniz qüvvələrinə aid olan hissədə sualtı qayıq, torpeda kateri, minalar, eləcə də artilleriya qurğuları, qanadlı raketlər və torpedalar nümayiş olunur. Bu yaxınlarda ekspozisiya daxil olmuş 17-18-ci əsrə aid dəniz topları nümayiş olunur. Bu toplar bayraq meydanında qazıntılar zamanı aşkar olunmuş və bizim muzeyə təhvil verilmişdir. Lakin bu dəmir yaddaşın elə eksponatları var ki, onlar eləcə texnika yox, qəhrəmanlıq rəmzidir. Muzeyin ən dəyərli güşələrindən birində 2 qat Sovet İttifaqı qəhrəmanı general-mayor Əzi Aslanovun döyüş yoluna ehtiram olaraq 17 bord nömrəsi verilən əfsanəvi T-34 tankı qərarlaşıb. Onun bir neçə addımlığında isə Azərbaycanın milli qəhrəmanı Albert Agaronovun Şuşa döyüşlərində şücaət göstərdiyi məşhur 533 nömrəli tankı dayanıb. Bu zirehlilər sanki hələ də o döyüşlərin qoxusunu və qəhrəmanlarımızın iradəsini özündə daşıyır. Nümayiş olunan texnikalar arasında ən çox maraq doğuran bizim gənclər üçün, ziyarətçilər üçün 17 nömrəli tankdır. Hansı ki T-34 tankıdır. Bu tipli tankda 2-ci Dünya müharibəsi illərində 2 dəfə Sovet İttifaqı qəhrəmanı tank qoşunları general-mayor Əzi Aslanov bu tipli tankda döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Onun xatirəsini yaşatmaq üçün T-34 tankına 17 nömrəsi verilmişdir. Bundan əlavə olaraq muzeyimizdə nümayiş olunan T-72 tankı vardır. Hansı ki bu tipli tankda 1-ci Qarabağ döyüşləri zamanı bizim milli qəhrəmanımız Albert Agaronov Şuşa müdafiəsi zamanı döyüşərək həlak olmuşdur
və onun döyüşü tankın nömrəsi 533 olduğundan bu tanka da biz 533 nömrəsi vermişdik. Qırıcı təyyarələrdən artilleriya qurğularına qədər uzanan, quru qoşunlarından tutmuş hərbi hava və dəniz qüvvələrinə qədər bütün qoşun növlərini əhatə edən bu sərgi il ərzində minlərlə şagird və tələbənin vətənpərvərliyi dərsinə çevrilərək onlara hərbi keçmişimizi və bugünümüzü sevdirməkdədir. Açıq havadakı bu metal yaddaşdan ayrılıb daxili ekspozisiya zallarına keçdikdə isə bizi tariximizin daha incə və daha dərin qatları, qədim silahlar, nadir sənədlər və zəfərimizin rəsmiləşmiş sübutları qarşılayır. Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyamız isə daxili ekspozisiya zallarında davam edəcək və daxili muzeydə isə təxmini 3000-ə yaxın eksponat saxlanılır və daxili muzey ilə bizi daha yaxından Azərbaycan Hərb Muzeyinin ekspozisiya şöbəsinin rəisi Şəlalə xanım Behbudova tanış edəcəkdir. Şəlalə xanım, ümumiyyətlə neçə ekspozisiya zalından ibarətdir məhz daxili muzey? Azərbaycan Hərb Tarixi Muzeyinin daxili ekspozisiyası 12 zaldan ibarətdir. Yəni hal-hazırda 12 zalımız ziyarətçilərin üstünə açıqdır. Zallarımız xronoloji ardıcıllıqla davam edir. Qədim dövrdən başlayaraq erkən orta əsrlər 1918-ci ilə qədər soyqırım burada əks olunub və eyni zamanda 1-ci Dünya müharibəsindən bəhs olunur həmin zalımız. Yenə deyərək ardıcıl olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən zalımız var. Azərbaycanlıların 2-ci Dünya müharibəsində iştirakından bəhs edən geniş bir ekspozisiya zalımız mövcuddur və ondan ardıcıl olaraq müasir dövr, zəfər zalımız və Heydər Əliyev qoşun növləri zalımız, quru qoşunları zalımız, hərbi hava qüvvələr, hərbi dəniz qüvvələri zalımız. Gedişatda daha yaxından tanış olacaq. Biz hazırda ən qədim ekspozisiya zalında, İbtidai dövrünü əks etdirən qədim dövr zalındayıq. Burada yəni 3 stend gördüyünüz kimi daş dövrü, tunç dövrü və qədim dəmir dövrünə qədər olan dövrü əhatə edir. Bu ekspozisiya zalında təxminən neçə eksponat saxlanılır və onları necə toplamısınız? Nələr var burada? Ən qədimi hansıdır? Deməli, Azərbaycan Hərb Tarixi Muzeyinin arxiv fondunda ümumiyyətlə 12.000-ə qədər eksponat qorunub saxlanılır. Onlardan hardasa 4.000-i ekspozisiyada nümayiş olunur. Qədim dövr zalımızda 300-ə qədər, bəlkə də biraz artıq eksponatımız qorunur ki, bu eksponatları deməli bizim Hərb Tarixi Muzeyinin tədqiqatçı elmi işçiləri ezam olunur. Müxtəlif rayonlara tədqiqat işləri aparılır. Və bununla bağlı olaraq biz həm də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna əlaqə saxlayırıq, onlardan eksponatlar götürürük. Arxeologiya, etnografiya İnstitutuna əlaqə saxlayırıq, onlardan eksponatlar götürürük. Qədim dövrdən eksponatımız bu yönümdə aparılır. Ən qədimi hansıdır? Ən qədim dövr eksponatımız bayaq biz daş dövründə stendimizdə nümayiş olunan paleolit dövrünə aid daş çapacaqlardır, obsidian tipli əmək alətlərimizdir. Sonra sümükdən hazırlanmış müxtəlif kəsici deşici alətlərimiz, oxuculuqlar, nizə başlıqlardır. Bunlar ibtidai icma quruluşu dövründə o stendlərimizdə nümayiş olunur. Hazırda dayandığımız stend, yəni Atropatena dövlətindən bəhs olunur və burada Atropatena dövlətinin yaradıcısının, eyni zamanda onun biz heykəlini də burada nümayiş olunur, onu da görürük. Atropatena dövlətinin qonşu dövlətlərlə, eyni zamanda digər xarici dövlətlərlə olan döyüşləri bu stendimizdə əks olunub. Burada xəncər ucluqları görürük, nizə ucluqları və həmin dövrə aid olan müxtəlif katapultalardır, müxtəlif texniki qurğuları görə bilərik. Digər stendlərimiz ardıcıl olaraq, yəni Albaniya dövlətinin sərkərdələri haqqında məlumat verilir. Ən böyük biz önəm vermişik, məsələn, Alban çarı deyirdik, Cavanşir haqqında, onun haqqında geniş məlumat burada yer alır. Həmin dövrə aid olan müxtəlif eksponatlardır burada. Yəni bunlar yeni tapılmış eksponatlardır. Azərbaycan müxtəlif ərazilərindən tapılmışdır. Biz bunlar Arxeologiya, Etnografiya İnstitutundan bizə təqdim olunmuşdur. Tapıldığı yer məlum olmayanda da elə yazılıbdır ki, tapıldığı yer məlum deyil. Bəli. Və sizdə burada yəqin ki, məlumat da verilir ki, bunlar nə üçün istifadə olunurdu? Bunlar hamısı, belə deyək ki, burada müxtəlif oxuculuqlarıdır. Nizə başlığıdır. Məsələn, bu baltanın, təbərzin tipli nizənin başlığıdır. Bu isə deşici alətdir. Görürsünüz, deşici alətdir. Bunlar döyüşlərdə müdafiə xarakterli, müxtəlif döyüşlərdə istifadə olunmuş, ərazilərdən tapılmışdır ki, bunlar arxeoloji qazıntılar nəticəsində əldə olunmuşdur və muzeyimizə təqdim olunmuşdur. Muzeyimizdə həmçinin Azərbaycan
Azərbaycan hərb tarixində böyük rolu olmuş sərkərdələr və onların fəaliyyəti haqqında məlumatlar, fotolar, portretlər yerləşir. Bunlardan Salarilər dövlətinin hökmdarı olan Mərzban İbn Məhəmməd haqqında məlumat verə bilərik. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz portreti nümayiş olunur. Şirvanşah II Mənüçöhr Şirvanşahlar dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan Atabəylər dövlətinin hökmdarlarının da portretləri muzeydə geniş yer alıb. Bunları rəssam Nagiyə Rzayeva tərəfindən çəkilib muzeyimizə hədiyyə olunmuşdur. Nə gözəl. Ümumiyyətlə eksponatları necə qoruyursunuz? Necə saxlayırsınız? Bəli, eksponatların qorunması üçün bizdə havalandırma xüsusi şərtli havalandırma sistemi var ki, onların rütubətdən, istilikdən qoruyuruq. Bu hafizə vəziyyəti özü görür kimi vitrinlərin daxilindədir və baxıcılar tərəfindən qorunur. Muzeyə gələn qonaqlarımıza da biz onlara əl vurmamağı tövsiyə edirik. Digər dövlətlərə də Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinə onların fəaliyyətinə geniş yer vermişik. Onların sərkərdələri, hökmdarları haqqında Şah İsmayıldır, Uzun Həsəndir və digərləri haqqında burada geniş məlumatlar əldə etmək olar. Gördüyünüz kimi elə eksponatlarımız var ki, bunlar bizim muzeyin əməkdaşları, bərpaçı rəssamlar, bərpaçı heykəltaraşlar tərəfindən düzəlmişdir. Onlar qədim dövrün silahlarının əyani şəkildə ziyarətçilərə göstərmək üçün belə bir təqdimat vermişlər. Həmin silahları mulyaj və maket formasında hazırlamışlar. Bu zalımız Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki həyat və fəaliyyətinə həsr olunan stendlərimiz geniş yer alıb. Burada Heydər Əliyevin ən önəmli rolu 1971-ci ildə Cəmşid Naxçıvanski adına məktəbi yaratması olub. Ən əsası biz həmişə onu vurğulayırıq ki, burada indiki zabitlərimiz həm də 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində həmin məktəbin yetirmələri məhz öz sözlərini demiş şəxsiyyətlərdən olmuşdur. Ümumiyyətlə neçə stend var, neçə stend yer alıbdır? Fərqli şəkillər var, müxtəlif maraqlı şəkillər yer alıbdır bu stendlərdə həm də. Bu zalımızda 18 stend fəaliyyət göstərir ki, bunlardan yəni Heydər Əliyevin uşaqlıq, gənclik dönəminə həsr olunan stendimizdir. Ardıcıl olaraq onun Milli Təhlükəsizlik Komitəsində çalışdığı dövr əks etdirir. Azərbaycan SSR-nin Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövr, yəni Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövr və onun ordu quruculuğundakı fəaliyyətinə həsr olunan stendlərimiz geniş yer alıb. Davamlı olaraq Heydər Əliyevin Cəmşid Naxçıvanski adına məktəbi yaranması barəsində fəaliyyəti, sonrakı dövr stendlərimiz ardıcıllıq olaraq 2-ci Dünya müharibəsinin veteranları ilə görüşlərdir. Artıq bizdə burada gedişat olaraq belə davamlı xronoloji ardıcıllıq göstərilərək 1990-cı ildə 21 yanvar hadisələrindən sonraki dövrdə Ulu Öndərimiz Heydər Əliyev bu hadisəni pisləmiş, Sovetləri cinayətkar adlandırmışdır və sonra Naxçıvanda Ali Sovetin sədri seçilməsinə həsr olunan stendimiz və Azərbaycanda prezident seçildiyi 1993-cü ildə artıq prezidentlik dönəmindəki olan fəaliyyətinə həsr olunan stendimiz. Bu stend də çox maraqlıdır. Burada həm də arxiv kadrları yer alıbdır və burada Ulu Öndərin müxtəlif hərbi məktəblərin həm kursantları ilə, həm də müəllimləri ilə fotoları yer alıb. Həmin o məktəblərin köhnə arxiv fotoları var. Biz burada Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin ilk binasının fotosunu görürük. Həmçinin orada deməli 1981-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin həmin məktəbin yetirmələri ilə, məzunları ilə görüşündən əks olunan şəkilləri görürük. Eyni zamanda Sovetlər dövründə fəaliyyət göstərmiş qırmızı bayraqlı Xəzər donanmasının şəxsiyyəti ilə də Heydər Əliyevin görüşləri həmin dövrdə baş vermişdir ki, bu görüşlər bu stendimizdə geniş yer alıb. Deməli, bu zalımız quru qoşunlarına həsr olunur, quru qoşunlarının fəaliyyətinə. Burada Azərbaycan milli qəhrəmanlarının deməli hamısının şəkli yer alır. Həm təyyarə qəzasında həlak olmuş və sonuncu da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə sonuncu milli qəhrəmanlarımızın adları da burada yer alır. Quru qoşunları zalımızda milli qəhrəmanlarımızın öz şəxsi əşyaları, ailələri tərəfindən bizə təqdim olunmuş o şəxsi əşyaları qorunub saxlanılır ki, bunların içərisində
içərisində milli qəhrəman polkovnik Şikər Şikarov, Nazim Quliyev və Şirin Mirzəyevin adlarını çəkə bilərəm ki, onların geyim nümunələridir, aldığı orden medallardır, onlara aid olan şəxsi sənədlərdir, fotolardır ki, burada nümayiş olunur. Hərbi Hava Qüvvələri zalındakı stendlərdə aviatorlar 20-ci əsrin əvvəllərində olan stendimiz fəaliyyət göstərir. Sonrakı dövrdə aviasiyanın Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Sovet dövründə və 1-ci Qarabağ dövründə ki, fəaliyyətinə həsr olunur. Aviasiyamızın yarandığı dövrdən ta ki 1-ci Qarabağ müharibəsinə qədər olan aviatorlarımızın şəkilləri, onlar haqqında məlumatlar yer alıb. Gördüyünüz qurğular, maket qurğular hava hücumundan müdafiə qurğularıdır ki, burada nümayiş olunur. İzləyicilər tərəfindən maraq doğuran eksponatlarımızdan biri də gəmidə istifadə olunan baş komanda məntəqəsinin idarəetmə qurğusudur. Görürsünüz, bu qurğumuz bizim Hərbi Dəniz Qüvvələri zalımızda nümayiş olunur. Bu real eksponatdır. Bəli, bu real eksponatdır. Gəmidən sökülüb, yəni muzeyə eksponat kimi hədiyyə olunub. Şturvalı və dənizin görüntüsü elə real bir görüntü yaradır. Və digər maraqlı eksponatlarınız da var burada. Bu zalımızda yenə Azərbaycanda dəniz qüvvələrinin yaranma tarixində müasir dövrə qədər olan dövrü əhatə edir. Burada həm də gəmidə istifadə olunan müxtəlif qurğulardır. Gördüyünüz bu eksponatlar gəmilərdə istifadə olunmuş maqnit kompaslardır. Sonra burada gördüyünüz maketləri görürsünüz. Yüngüllüyə üzən dalğıc və dərinliyə üzən dalğıc geyimlər burada nümayiş olunur. Bu dalğıc geyimi çox ağır olub, hətta onun üstündəki təkcə bu gördüyünüz kimi asılqanın özünün 16 kiloqram çəkisi olmuşdur. Azərbaycan Hərb Tarixi Muzeyinin deməli 2-ci mərtəbəsində 5 ekspozisiya zalı fəaliyyət göstərir. Bunlardan Azərbaycan Xalq Cümhuriyyəti zalıdır. Sonra 1920-ci 30-cu illər, 1939-45-ci illər 2-ci Dünya müharibəsi zalımız, müasir dövr və Zəfər zalımız fəaliyyət göstərir. Hər stendlərdə həmin dövrün tarixi yolu göstərir. Yəni xronoloji ardıcıllıqla Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra həmin dövrdəki siyasi vəziyyət əks olunur və Qafqaz İslam Ordusu haqqında geniş məlumat var. Bu stendlərimizdə Bakının azad olunması, daşnaqlardan, zalımızda həmçinin həmin dövrə aid olan zabit və əsgərlərin süvari və piyada geyim nümunələri əks olunur. Azərbaycanın o dövrdəki Müdafiə Nazirliyinin bayrağı əks olunur. O dövrdə Azərbaycanın sərkərdələrinə aid olan məlumatlar geniş yer alıb. Sovet İttifaqı qəhrəmanları adını almış Azərbaycanlıların fotolarının yerləşdiyi stend 1939-1945-ci illəri əhatə edən 2-ci Dünya müharibəsinə həsr olunan ekspozisiya zalımızda nümayiş olunur. Burada 15 stendimiz yer alır ki, müharibənin başlaması, müharibədə Azərbaycanlıların iştirakı, arxa cəbhədə Azərbaycan neftinin deməli, bu müharibədəki rolundan bəhs olunur. Azərbaycan partizanları və kəşfiyyatçılarından bəhs edən stendimiz, onlara aid olan eksponatlarımızdır ki, burada yer alır və sırf Azərbaycanlılardan təşkil olunmuş Azərbaycan milli diviziyaları haqqında burada geniş məlumat var ki, onların deməli iştirakçılarının, Vətən müharibəsi veteranlarının da burada şəkilləri, məlumatları geniş yer alır. Gördüyünüz eksponatların əksəriyyəti orijinal eksponatlardır. Bunlar hamısı orijinaldır. O vaxtdan qalıblar. 2-ci Dünya müharibəsi zamanı istifadə olunandan. Əksəriyyəti orijinal eksponatlardır və 2-ci Dünya müharibəsindən sonra da Azərbaycan ordusunda istifadə olunmuş deməli silah nümunələri burada yer alır. Bu zalımızın ən maraqlı stendlərindən biri də 2 dəfə Sovet İttifaqı qəhrəmanı adını almış tank generalı Həzi Aslanova aid olan stendimizdir ki, burada onun büstü, portreti, ona aid olan müxtəlif sənədlər, şəkillər, fotolar, onun şərəfli döyüş yolunu əks etdirən xəritə yer alıb. Bu zalımız müasir dövr zarı adlanır ki, müasir dövrdə Azərbaycan həm quru qoşunlarının fəaliyyəti, həm hərbi dəniz qüvvələrinin fəaliyyəti, həm hərbi hava qüvvələrinin fəaliyyəti ilə başlayır. Eyni zamanda Müdafiə Nazirliyində olan idarələrin fəaliyyəti, yəni burada tibb baş idarəsidir, arxa cəbhə idarəsidir, texnika silah idarəsidir, sonra kimya idarəsi, raket artilleriya idarəsi və digər idarələrin fəaliyyəti əks olunur. 1-ci Qarabağ müharibəsinin başlandığı gedişat stendlərdə göstərilir. Burada ən böyük yenə maraq doğuran dioramalarımızdan biri də 1992-ci il 26 fevralında baş vermiş Xocalı faciəsinə həsr olunan dioramamızdır ki, burada döyüş
döyüşün gedişatı, Xocalı əhalisinin hansı ərazidən necə çıxarılması, ermənilərin onları harda puskuya salması və qətlə yetirilməsi dağlıq ərazilərdə və digər ərazilərdə əyani şəkildə burada göstərilir. Həm ərazilərdir, həm Bəli, ərazilərdir, zirvələrdir, hamısı göstərilir. Görürsünüz, qırmızı ilə qan şəklində əks olunan ərazilərdə Xocalı sakinlərinin amansızca qətlə yetirilməsi burada nümayiş olunmuşdur. Şəlalə xanım, mənim ən çox diqqətimi çəkən burada Kəlbəcər, Ağdam, Ağdərə uğrunda gedən döyüşlər. Yəni bu onu bizə maketdə həmin o döyüşlərin necə getdiyini əks etdirən dioramadır. Bəli. Deməli bu dioramanı bizim əməkdaşımız, ehtiyatda olan polkovnik leytenant Bəxtiyar Əlverdiyev hazırlamışdır. Bu həmin dövrdə, yəni 92-ci ildə olan döyüşün əyani şəkildə izləyicilərə göstərmək üçün hazırlanmış dioramadır. Dioramaların yer aldığı müasir dövr zalımızda həmçinin 2016-cı il aprel döyüşlərinə və Cünnüt zəfərinə aid olan stendimiz də yer alıb ki, bu stendlərdə də aprel döyüşçülərinin iştirakçılarına aid olan əşyalardır, eksponatlardır, geyim nümunələri sərgilənir. Vətən müharibəsi qəhrəmanlarının fotolarının yer aldığı zalımız isə 44 günlük Vətən müharibəsinə həsr olunan zəfər zalımızdır ki, şəhid olmuş şəxslərə aid olan eksponatlarımız yer alıb, onların ailələri tərəfindən bizə təqdim olunub. Həmçinin bizim muzeyin əməkdaşları onların ailə üzvlərindən görüşlər keçiriblər, müxtəlif rayonlarda olublar və onlara aid olan fotolardır, məlumatlardır, şəxsi geyimləridir, hərbi geyimləridir və sənədlər burada yer alıb. Çox sağ olun Şəlalə xanım. Təşəkkür edirəm sizə və muzeyin əməkdaşlarına və sizə həm bol ziyarətçi, eyni zamanda yeni eksponatlar arzu edirəm. Bir daha qeyd edim ki, Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdik və Şəfaət Mehdiyev küçəsində yerləşən Bakı Hərbi Kollecinin həyətində yerləşən Azərbaycan Hərb Tarixi Muzeyinə hər biriniz üz tuta bilərsiniz.